Salam əziz izləyicilər. Bugün 17 yanvar 2026-cı il Şəhidlər Xiyabanına gəlmişik. 20 yanvar qanlı yalvarla bağlı hazırlıqlar görülür. Kompozisiya yaradılıb burada. Şəhidlər Xiyabanında təmizlik işləri də görülür. İnsanlar da bir tərəfdən ziyarətə gəlib. Bu da ziyarətçilərdir. Bunların arasında xarici vətəndaşlar da var. Şəhidlərimizdir, Allah rəhmət etsin. Bütün şəhidlərimizə. İnsanlar şəhidlərimizi ziyarət etməyə gəlir. Bugün dediğim kimi 17 yanvar, her taraf yuyulub, təmizlənib, güllər düzülüb. Allah bütün şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun. İnsanlar da ziyarətə gəlir, qrup insanlar gəlir. Aşağıda da göstərdiyim kimi avtobuslar var, insanlar gəlir şəhidlərimizi yad eləməyə. Bugün 17 yanvar 2026-cı il. İnsanlar axın şəhidlərimizi ziyarət etməyə gəlir. Bura həm də bizim həm qanlı, həm də azadlıq mübarizəmizin tarixinin bir parçasıdır. İnsanlar hamı bir nəfər kimi gəlir, buranı ziyarət etməlidir. Şəhidlərimizi tanımalıdır, tariximizi bilməlidir. Eyni zamanda da düşmənimizi də tanımalıdır. Təsəvvür edin, Sovet hökuməti öz vətəndaşına qarşı necə soyqırım həyata keçirdi 90-cı ilin 20 yanvarında. O Azərbaycan ki, hələ Sovetlər dövründə ittifaqın büdcəsinin doldurulmasında, insanların rifah halının yaxşılaşmasında Azərbaycanın böyük rolu olub. Eyni zamanda 2-ci Dünya müharibəsində də heç şübhəsiz Azərbaycan xalqının, insanların böyük rolu olur. Eyni zamanda Azərbaycanın ehtiyatlarının, karbohidrogen ehtiyatlarının, neftinin, benzininin 2-ci Dünya müharibəsinin taleyinin həll olunmasında böyük rol olub. Amma buna baxmayaraq keçmiş Sovetlər, Sovet İttifaqı və onun rəhbərliyi öz vətəndaşına qarşı soyqırım həyata keçirdi. Qanlı, qırğın törətdi. Həmin gün rəsmi məlumata görə 131 nəfər Azərbaycan vətəndaşı, Azərbaycanlı qətlə yetirildi. 744 nəfər ağır yaralandı. 841 nəfər qanunsuz olaraq həbs olundu. Sovetin öz vətəndaşına qarşı törətdiyi bu cinayətlər tarix heç vaxt unutmayacaq. Heç birimizdən unutmalıyıq. Dostumuzu da, düşmənimizi də tanımalıyıq. Nə qədər insanlar evindən, eşindən oldu. İnzibati binalar dağıdıldı. İnsanların əmlakına ziyan vuruldu. Hər tərəfə güllər görürsünüz, bu qərəfil gülləri. Təkcə həmin gün Azərbaycan şəhid vermədi, insanlarımız şəhid olmadı. Həm də bu güllərin
taleyi dəyişdi. Bu qərənfillər o dövrə kimi həmişə şənlik, toy, busat, sevgi rəmzi kimi təsəvvür edilirdi. Amma o vaxta kimi 1990-cı il 20 yanvara kimi həmin dövrdən sonra artıq bu qərənfillər taleyi dəyişdi. Qəm, kədər, qüssə həyatı yaşadı. O dövrdən bəri ancaq şəhidlərimiz bu insanlar yad edən zaman şəhidlərimiz üzərinə tər qərənfillər düzürlər. Sovetin öz vətəndaşına qarşı törətdiyi qırğın. Nəticədə bu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bunlar həm də bizim qəhrəmanlarımızdır. Azərbaycanın azadlığı uğrunda, müstəqilliyi uğrunda canlarını fəda etmiş şəxslərdir. Biz onları heç vaxt unutmalıyıq. Hər ildə uşaqdan böyüyə hər kəs gəlib bu şəhidlər xiyabanını ziyarət eləməlidir. Bir tərəf yuyulub təmizlənib, hələ də işlər gedir, güllər düzülür. Aşağı da yuyulub təmizlənib, bir tərəfdən də yuyulub təmizlənir. Bax. Allah haqqı oldu. Artıq Yox, sabah bu işlərin tamamlanması, yəni yanvarın 18-i görülən işlərin tam başa çatması gözlənilir. İnsanlar, uşaqlar gəlib ziyarət edirlər. Həm valideynləri ola bilsin, həm də müəllimləri ilə. Dediyim kimi biz tariximizi heç vaxt unutmamalıyıq. Uşaqdan böyüyə hər tərəf, hər gün bunu xatırlatmalıyıq. Bizim başımıza gətirilən faciələri onlara xatırlatmalıyıq. Azadlıq mübarizəmizi həm də danışmalıyıq, göstərməliyik. Sovetin və onun varisinin kimlərdən ibarət olduğunu, hansı qırğınlara törətdiyini bilməliyik. Şükürlər olsun ki, Azərbaycan torpaqlarını azad elədi. O da həmin o qanlı faciələri başımıza gətirən Sovetin yaratdığı bir düyün idi. Allaha şükür ki, torpaqlarımızı azad elədik. Ərazi bütövlüyümüzü, suverenliyimizi təmin elədik. Həmin Sovetlərin və indiki Rusiyanın yaratdığı bir düyün idi. Başımıza gətirdiyi bir oyun idi. Ermənilərə az qala hədiyyə etdiyi bir Qarabağ idi. Azərbaycanın torpağını. Bugün şükürlər olsun ki, torpağımızı əldə elədik, işğaldan azad elədik. Ona görə də biz müstəqil ölkə kimi yaşayırıq. Və müstəqil olmaq üçün, öz taleyimizi özümüz həll eləmək üçün güclü olmalıyıq. Və bu istiqamətdə də işlər gedir. Dünya dəyişib, dünya zor gücünə sərhədlər dəyişilir. Dünyadan qan axdığının yəqin hamımız şahid oluruq. Xüsusilə Sovetlərin, Rusiyanın dünyanın bir çox yerlərində ocaqlar yaratdığı, münaqişə ocaqları yaratdığı, onlardan biri də Qarabağ idi. Dediyim kimi Qarabağda şükürlər olsun ki, əldə elədik torpaqlarımızı, işğaldan azad elədik. Hər yerdə, Gürcüstanda, Moldovada, ayrı-ayrı yerlərdə indi bugün Ukrayna ilə apardığı müharibə, qanlı müharibə. Odur ki, biz dostumuzu, düşmənimizi də, dostumuzu tanıdığımız kimi düşmənimizi də bilməliyik, tanımalıyıq. Müstəqil olmalıyıq. Müstəqil olmaq üçün güclü olmalıyıq. Öz taleyimizi özümüz həll eləməliyik. Və bundan sonra yəqin ki, belə olacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim azadlıq mübarizəmizin rəmzi olan şəhidlərimiz. Çox səliqə ilə təmizlənib, çox səliqəyə salınıb buralar. Güllər düzülüb, yuyulub, bütün hər tərəf yuyulub.